Salam, əziz və sadiq buğalar, baharın o ən gözəl, ən bərəkətli vaxtında dünyaya gələn, həyatın dadını çıxarmağı bacaran, möhkəm iradəli və sarsılmaz daxili hüzuru ilə hər kəsi heyran qoyan gözəl insanlar. Bugün sizinlə birlikdə 27 aprel bazar ertəsindən başlayaraq 3 may bazar gününə qədər davam edəcək, enerjisi olduqca yüksək, fürsətlərlə dolu və bir o qədər də öyrədici olan bir həftənin astroloji mənzərəsinə baxacağıq. Hal-hazırda Günəş sizin bürcünüzdə parlayır. Bu o deməkdir ki, kainatın bütün diqqəti, bütün o müsbət enerjisi məhz sizin üzərinizdədir. Ad günlərini qeyd edən bütün buğaları ürəkdən təbrik edirəm. Yeni yaşınız sizə arzuladığınız o maddi və mənəvi sabitliyi gətirsin. Bu həftə sadəcə bir təqvim dəyişikliyi deyil, sizin üçün yeni bir dövrün, yeni bir nəfəsin başlanğıcıdır. Gəlin, vaxt itirmədən ulduzların sizin üçün hazırladığı bu 7 günlük möhtəşəm ssenariyə birlikdə nəzər salaq. Həftənin ilk günü olan 27 aprel bazar ertəsinə oyanarkən, daxilinizdə böyük bir güc və özünəynam hiss edəcəksiniz. Günəşin sizin bürcünüzdəki mövqeyi sizə hər hansı bir işə başlamaq üçün lazım olan o ilk qığılcımı verəcək. Bazar ertəsi günü xüsusilə fiziki enerjiniz və xarici görünüşünüzlə bağlı mövzular ön planda olacaq. Bəlkə də yeni bir saç kəsimi, yeni bir geyim tərzi və ya sadəcə özünüzü daha yaxşı hiss edəcəyiniz kiçik bir dəyişiklik etmək istəyəcəksiniz. İş yerində isə hər kəs sizin qətiyyətinizə və sakitliyinizə sığınmaq istəyəcək. Qarşınıza çıxan problemləri emosional reaksiyalarla deyil, tam bir buğa soyuqqanlılığı ilə həll edəcəksiniz. Bugün rəhbərliklə olan münasibətlərdə və ya vacib layihələrdə özünüzü göstərmək üçün mükəmməl bir zamandır. Sözlərinizin çəkisi artır, fikirləriniz daha çox dinlənilir. Axşam saatlarında isə evinizdə o çox sevdiyiniz komfort zonanızda dincəlmək, ləzzətli bir yemək hazırlamaq və ya sadəcə hüzur içində kitab oxumaq günün bütün yorğunluğunu üzərinizdən götürəcək. 28 aprel çərşənbə axşamı günü diqqətiniz tamamilə maddi qaynaqlarınıza, büdcənizə və gəlirlərinizə yönələcək. Sizin üçün maddi güvən hər zaman önəmlidir və bu çərşənbə axşamı kainat sizə bu sahədə yeni qapılar aça bilər. Ola bilsin ki, gözləmədiyiniz bir yerdən kiçik bir pul gəlsin və ya uzun müddətdir planlaşdırdığınız bir alış-verişi reallaşdırasınız. Lakin ulduzlar sizə xəbərdarlıq edir, investisiya qərarları verərkən tələsməyin. Hər şeyi tərəziyə qoyun, detalları araşdırın. Bugün həm də öz dəyərinizi dərk etmək günüdür. Sadəcə pul yox, həm də mənəvi olaraq nələrə sahib olduğunuzu, hansı qabiliyyətlərinizin olduğunu düşünün. İş mühitində bacarıqlarınızın təqdir olunduğunu görəcəksiniz. Əgər bir borcunuz varsa və ya kimdənsə alacağınız varsa, bu mövzuları həll etmək üçün çərşənbə axşamının enerjisindən istifadə edin. Şəxsi həyatınızda isə sevdiyiniz insana kiçik bir hədiyyə almaq və ya onun üçün xoş bir sürpriz etmək münasibətlərinizə rəng qatacaq. Həftənin tən ortası 29 aprel çərşənbə günü sizin üçün olduqca dinamik və ünsiyyət dolu keçəcək. Zehniniz hər zamankından daha iti işləyir. Yeni məlumatlar öyrənmək, maraqlı insanlarla tanış olmaq və ya qısa bir səfərə çıxmaq üçün əla gündür. Əgər tələbəsinizsə və ya hər hansı bir sahədə təlim alırsınızsa, çərşənbə günü öyrəndikləriniz uzun müddət yadınızda qalacaq. Yaxın çevrənizlə, qardaş-bacılarınızla və ya qonşularınızla olan münasibətlərdə canlanma gözlənilir. Ola bilsin ki, maraqlı bir xəbər alasınız və ya vacib bir sənəd işini həll edəsiniz. Bugün sözlərinizlə insanları inandırmaq qabiliyyətiniz zirvədə olacaq. Satış, marketinq və ya yazı işləri ilə məşğul olan buğalar üçün çox məhsuldar bir gündür. Ancaq diqqətli olun ki, çoxsaylı məlumat axını sizi yormasın. Arada qısa fasilələr verin, təmiz hava alın və zehninizi dincəldin. Axşamı yaxın bir dostunuzla səmimi söhbət edərək keçirmək sizə mənəvi enerji verəcək. Və budur, aprel ayının son günü 30 aprel cümə axşamına çatırıq. Ayın sonu hər zaman bir növ yekunlaşma dövrüdür. Sizin üçün bugün evinizə, köklərinizə və ailənizə fokuslanmaq vaxtıdır. 30 aprel tarixində evdə vaxt keçirmək, bəlkə də uzun müddətdir təxirə saldığınız bir təmizliyi və ya nizam-intizam işini görmək istəyəcəksiniz. Ailə üzvləri ilə münasibətlərdə səmimiyyət və emosional dərinlik ön plana çıxır.
Əgər valideynlərinizlə və ya yaxın qohumlarınızla həll olunmamış bir məsələ varsa, bugün o məsələni ürəkdən gələn sözlərlə həll edə bilərsiniz. Daxili dünyanızda hüzur axtardığınız bir gündür. Keçmişlə bağlı xatirələr yuxularınızda və ya düşüncələrinizdə canlana bilər. Bu, sadəcə ruhunuzun bir növ təmizlənmə prosesidir. Aprel ayını uğurla başa vurduğunuz üçün özünüzə təşəkkür edin. Cümə axşamı gecəsi gələcək may ayı üçün niyyətlər edin, çünki bu keçid dövrü duaların və arzuların qəbul olunması üçün energetik olaraq çox güclüdür. Xoş gəldin, may ayı. 1 may cümə günü sizin üçün əsl bayram enerjisi ilə başlayır. Bugün yaradıcılığınızın, sevgi enerjinizin və həyat sevincinizin zirvədə olduğu bir gündür. Mayın ilk günü sizə deyir ki, əylən, sev və sevil. Əgər ürəyiniz boşdursa, bu cümə günü gözlənilməz və romantik bir tanışlıq baş verə bilər. Mövcud münasibətlərdə isə ehtiras və yaxınlıq artır. Övladları olan buğalar üçün onlarla keçiriləcək vaxt əvəzsiz olacaq. Hobbilərinizə vaxt ayırın, rəsm çəkin, musiqi dinləyin və ya bağ-bağça işləri ilə məşğul olun. Torpaqla təmas sizin üçün ən böyük şəfadır. İş yerində isə cümə günü çox da ağır yükün altına girmək istəməyəcəksiniz. Yaradıcı ideyalarınızı bölüşmək üçün yaxşı vaxtdır. 1 may həm də fiziki zövqlərin ön plana çıxdığı gündür. Özünüzü ləzzətli bir şirniyyatla və ya xoş bir ətirlə mükafatlandırın. Həyatın gözəlliklərini görmək və onlara şükür etmək üçün bu gündən yaxşı fürsət ola bilməz. 2 may şənbə günü enerjiniz biraz daha praktik və nizamlı mövzulara yönələcək. Şənbə olmasına baxmayaraq, bəzi buğalar iş yerindəki yarımçıq işləri tamamlamaq və ya evdəki rutin işləri qaydasına salmaq istəyəcəklər. Sağlamlıq mövzusu bugün gündəmdə ola bilər. Bəlkə də yeni bir idman rutininə başlamaq, daha sağlam qidalanmağa qərar vermək və ya sadəcə check-up müayinəsindən keçmək üçün planlar quracaqsınız. Bədəninizi dinləyin, o sizə nəyə ehtiyacı olduğunu pıçıldayacaq. Detallara olan diqqətiniz şənbə günü çox itidir, ona görə də sənəd işlərində və ya hesablamalarda səhv etməyəcəksiniz. Lakin çalışın ki, hər şeyi mükəmməl etmək istəyi sizi stresə salmasın. Şənbə axşamını biraz daha sakit keçirin. Bitki çayları için ilıq bir vanna qəbul edin və bütün həftənin yorğunluğunu bədəninizdən çıxarın. Özünüzə qulluq etmək lüks deyil, ehtiyacdır və bugün o ehtiyacı qarşılamalısınız. Və nəhayət, 3 may bazar günü. Həftənin bu son günü sizin üçün tərəfdaşlıq, ikili münasibətlər və balans günüdür. Bazar günü diqqətiniz həyat yoldaşınızda, partnyorunuzda və ya ən yaxın dostunuzda olacaq. Onlarla keçirəcəyiniz vaxt münasibətlərinizdəki bağları daha da dərinləşdirəcək. Ortaq bir məqsəd üçün addım atmaq və ya sadəcə gələcəklə bağlı arzularınızı bölüşmək üçün möhtəşəm bir vaxtdır. Əgər həyatınızda kimsə yoxdursa, bazar günü yeni bir dostluğun təməli qoyula bilər. Bugün diplomatiya və empatiya sizin ən böyük gücünüzdür. Qarşınızdakı insanı dinləyin, onu anlamağa çalışın. Ulduzlar deyir ki, bugün qurulan bağlar çox uzun ömürlü və sadiq olacaq. Bazar günü həm də gələn həftə üçün planlar qurmaq, strategiya müəyyən etmək üçün yaxşıdır. Hüzurlu, sevgi dolu və gələcəyə ümidlə baxdığınız bir axşamla həftəni uğurla başa vuracaqsınız. Əziz buğalar, bu 27 aprel, 3 may həftəsi sizin üçün bir növ özünü kəşf səyahətidir. Həftə ərzində sağlamlığınızda xüsusilə boğaz və boyun nahiyəsinə diqqət etməyiniz, soyuq içkilərdən qaçmağınız məsləhətdir. Maddi mənada bu həftə atılan toxumlar yaxın gələcəkdə sizə böyük bəhrələr gətirəcək. Sevgi həyatınızda isə səmimiyyət və dürüstlük sizin ən böyük qazancınız olacaq. Karyerada isə sizin o məşhur inadkarlığınızı deyil, əzmkarlığınızı nümayiş etdirin. İnandığınız yoldan dönməyin, amma çevik olmağı da unutmayın. Bu həftə kainat sizin arxanızdadır, günəş sizin üçün parlayır və hər bir addımınız uğura doğru gedir. Özünüzə dəyər verin, çünki siz hər şeyin ən yaxşısına layiqsiniz. Həftəlik xülasə və son söz. Bu həftə ulduzların sizə verdiyi ən böyük dərs, daxili gücünüzü maddiyyatla deyil, ruhsal hüzurla birləşdirməkdir. 27 apreldən 3 maya qədər olan bu dövr sizin üçün həm qazanc, həm də mənəvi inkişaf vəd edir. Ümid edirik ki, bu proqnozlar yolunuzu aydınlatmağa kömək etdi.
Həyatınızdan sevgi, süfrənizdən bərəkət və qəlbinizdən hüzur əskik olmasın. Unutmayın, ulduzlar sadəcə işarə verir, yolu isə sizin iradəniz və qərarlarınız çəkir. May ayınız uğurlu, həftəniz möhtəşəm keçsin. Gələn həftə yenidən ulduzların altında görüşənədək özünüzə yaxşı baxın və hər zaman dik durun.